Bəla da başa gələndə demə mən pis adamam Allahım. Dərhal belə demə. Hərdən yersiz özümüzü qınamağımız da var. Dünən ki, mən çətinlik məkanında, çətinlik yurdunda yaşayıram. Adam yetkinliyə çatandan başa düşsün ki, mən yaşadığım yerin adı çətinlik yurdudur. Biləm ki, qapını açdın, girdin dünyaya, üstündə yazır ki, çətinlik diyarıdır. Bunu bir dəfəmlik qəbul edəsin ki, mən çətinlik yurduna girirəm, çox qısa müddət orada qalıram və sonra qurtuluram. Heç vaxt da çətinlik görməyəcəm. Heç vaxt. La xavfun aleyhim və lahum yahzanun. Nə bir qorxu var, nə bir kədər. Mən qısa bir müddət çətinliklə dolu bir evdə qalıram, sonra gedirəm elə bir yerə ki, heç vaxt çətinlik görməyəcəm. Bir saniyə belə, bir an belə. Adam bu düşüncə ilə yaşasa, müasir dövrdə bu mövzular çox danışılır ki, həyata baxış bucağı çox şey həll edir. Əsas elə məsələ bundadır ki, sənin yanaşman nədir? Yanaşma sənin başına gələn hadisələri dəyişə bilir, sənin yanaşman bütün müqəddəratı dəyişə bilir. Əsas budur ki, düz yanaşmanı tapasan, çətinlikdən qorxmayasan, qorxdunsa ilkin mərhələdə evin yıxıldı. Əlin ayağın əslisə, özü bir ələ al, düşün, bilən ki, olmalıdır. Olmalıdır, qoy olsun, xoş gəlib. Xoş gəlib, görək bununla neynəyək? Əvvəlində hələ bir özünü sakitləşdir,